Şağlaser kənd orta məktəbinin binası qəzalı vəziyyətdədir. Rafael Ağayev adına Şağlaser kənd tam orta məktəbi 1990-cı ildə fin tipli layihə əsasında tikilib. 624 yerlik məktəbdə hazırda 305 şagird təhsil alır. Bir korpusdan ibarət olan binada 24 sinif otağı var. Məktəb istifadəyə verildiyi gündən indiyə kimi heç vaxt əsaslı təmir edilməyib. Məktəbin çöl divarları eroziyaya uğrayıb və çatlar əmələ gəlib. Məktəbimiz də çox qəzalı vəziyyətdədir. Onun üçün də bununla bağlı mütəmadi olaraq müəllimlərlə biz əlaqədayıq ki, şəraitlə bağlı uşaqlarla, həm də ki, bu qış aylarında çox narahat edici ondan ibarətdir ki, uşaqlarımız tez-tez xəstələnirlər, tez-tez məktəbdən, davamiyyətdən geri qalırlar. Bu da təhsilə böyük bir zərbədir. Məktəbimizin vəziyyəti, yəni qəzalı vəziyyətdədir. Həm də istilik sistemində ciddi problemlər var. Düzdür, siniflərdə odun peçi ilə yandırılır, qızdırılır. Amma ki, məktəbin koridorları, bəhlizləri soyuqdur. Bu da səbəb olur ki, uşaq isti yerdən soyuq ilə tənəffüs vasitəsi çıxır və tez-tez xəstələnmələrə səbəb ola bilir. Məktəbin direktoru Yalçın Əliyev bildirib ki, aidiyyəti orqanlar məktəb binasının acınacaqlı vəziyyətdə olmasından xəbərdardılar. Məktəb binasına baxış keçirilib, qeydiyyat aparılıb. Bizdə istilik sistemi odundan qızdırılır, odun subaları vasitəsilə qızdırılır. Bu da bizdə bir qədər problem yaradır, çünki məktəb 2 mərtəbəli məktəbdir. Odun subaları, peşlər, dütkeşlər pəncərədən çıxarılır. Ona görə də bir sıra problemlər yaşayırıq. İnanırıq ki, gələcəkdə məktəb təmin olunsa, mərkəzləşmiş istilik sistemindən istifadə etməyi bilərik. Məktəbin hasarlarının dağılması ilə bağlı narahatlığını dilə gətirən direktor bildirib ki, daxili imkanlar hesabına təmir işləri aparılıb. Lakin hasarlar yenidən dağılıb və bu da malqaranın məktəbin həyətinə daxil olmasına səbəb olur. Bu da dərs prosesini və uşaqların təhlükəsizliyinin təmin edilməsini çətinləşdirir. Məsələ ilə bağlı Lənkəran Astara Regional Təhsil İdarəsindən şifahi olaraq bildirdilər ki, növbəti il ərzində Lənkəran rayonunun Rafael Ağayev adına Şağlaser kənd tam orta məktəbində təmir bərpa işlərinin görülməsi nəzərdə tutulub. İlkin Rızayev, Rövşən Almazoğlu, İqrar Evazov, APA TV.